Salam, cənab prezident. Bugün sizin ad gününüzdür. Bütün dünyanın doğum günü dediği bu güne biz Azərbaycanlıların məhz ad günü deməsi təsadüfi deyil. Axı biz adımızla tanınır, onu qorumağa çalışır və yaddaşlarda qalırıq. Adını dəmir yumruq qoyduğunuz şanlı zəfərlə bitən haqq mübarizəsində siz bizi öz doğma adlarımıza qovuşdurdunuz. Və Qarabağ Azərbaycandır şüarı bütün dünyada ad qazandı. Bu böyük qələbənin imzasında isə sizin adınız var. Cənab Ali Başkomandan, adı Qalib Azərbaycan adıyla bərabər yadda qalacaq. Hörmətli cənab prezident, əziz İlham Əliyev, ad gününüz mübarək. Sizi bütün həmvətənlər adından yeni yaşınız münasibətilə təbrik edirik. Sizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxt Azərbaycan arzulayırıq. Dərin hörmətlə vətənə qaytardığınız Qarabağ. Himnimizi dinleyek. İndi isə vətən yolunda canından keçən şəhidlərimizi bir dəqiqəli yad edək. Allah rəhmət eləsin bütün şəhidlərimizi. Şanlı Azərbaycan televiziyasının təsisçisi, rəhbəri Şərqiyə xanım Seydovanın kitab təqdimatına toplanmışıq. Kitab Ali Başkomandana həsr olunmuş bir kitabdır. Gəlin isə hər birimiz Şərqiyə xanımı yaxından tanıyaq. Şərqiyə Əbülfət qızı Seydova Şəki şəhərində doğulub. Uzun müddətdir ki, yaradıcılıqla məşğuldur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Şeir və məqalələri Respublika mətbuatında müntəzəm olaraq dərc olunub. Həqiqət Bürcü qəzetinin təsisçisi və baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Əvvəllər Xatirə kitabı, Unikal, Haqqın Səsi, Sabah, Sahil qəzeti redaksiyasında işləyib. Sıravi Ümumbilikdən baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ədəbi və jurnalistik yaradıcılığına görə iti qələm, qızıl qələm, xalqın nüfuzlu ziyalısı, Azərbaycan bayrağı, Xan qızı Natəvan, İlhamlı Azərbaycan, Xarı Bülbül medalları ilə tərtib olunmuşdur. 2020-ci ildə və 2024-cü ildə Şəki kənd 1-ci seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürüb. Şanlı Azərbaycan televiziyasının təsisçisi və prezidentidir. Bu vaxtadək mən həyatda olmayanda sən qabiliyyət nəğməsisən. Bu xalqa xilas bəxşi, Türkiyə-Azərbaycan böyük qardaşlıq əlifbası. Türkiyə-Azərbaycan bir ürəkdə iki can. Qoşa gedək bu yolu biz. Közərən ümidlər, tənha canavar, sönməyən məhəbbət, dərya və dünya, böyük Azərbaycanlı, Azərbaycan torpaqlarının təəssüb keştisi, xalqın ümid işığı, dövlət bahadırı, layiqli davamçısı, böyük qurucu, dönməz silahdaş, vəfa borcu, ömürdən ləçəklər, sevgi çələngi, ömrün zəfər dastanı, məni dərdə salıb getdin, əsrin dahiləri, bir incib, günəşim mənim, Azərbaycanım mənim, sən ant yerim, anam mənim, xalqın mehribanı, birincim, əsrin dahisi, İlhamlı Azərbaycan, zəfər dastanı, tarix yazan prezident, İlhamlı, şanlı Azərbaycan, dünyaya səs salan lider, Azərbaycanın xilaskarı, əsrin dahi lideri, dəmir biləkli qəhrəman və xalqıma zəfərlər yaşadan prezidentim adlı kitabları nəşr olunub. Hər birimiz Şəqiyə xanıma uğurlar arzuluyuruq və sözü mən Şəqiyə xanıma vermək istəyərdim. Sizi salamlayıram. Burada olduğunuz gün təşəkkür edirəm. Bugün bilirsiniz, yəni sabah prezidentimizin ad günü biz bugündən qeyd edirik. Çünki qoy hər gün onun ad günü olsun, çünki ona layiqdir. Mən prezidentimizin ad gününə həsr eləmişəm bu kitabı. Mən bugünkü gündə prezidentimə təşəkkür edirəm ki, bugün bu zəfərləri bizə yaşadır. Şəhid anaların qarşısına baş əyirəm. Şəhidlərin ruhu şad olsun. Qazilərimizə Allah can sağlığı versin və qarşıdan gələn bütün bayramlarımız xeyirli, xeyirli gəlsin. Hər birinizi qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm. Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə təbrik edirəm və hər birinizə təşəkkür edirəm gəldiyiniz gün. Çox sağ olun. Və biz də vaxt itirmədən tədbirimizdə çox dəyərli vətən yolunda döyüşən qazilərimiz iştirak edir, hərbiçilərimiz iştirak edir. Biz hər birimiz şəhidlərimizə borçluyuq, şəhid analarımıza borçluyuq və qazilərimizə borçluyuq. Can sağlığı arzulayıram hər birinizə. Təşəkkür edirəm və vaxt itirmədən sözü ehtiyatlı olan polkovnik Firdovsi Xəllova vermək istərdim. Müzəffər, zəfər, yenilməz can Azərbaycanımın dəyərli insanları. Bugün bizim bu Yazıçılar Birliği'nin böyük salonuna yığılmamızın çok böyükten büyük bir sebebi vardır. Bu sebep bütün Turan Türklerinin sevincine, bəxtəfərliyinə və alqışına layıqlı bir tədbirdir. Bugünkü tədbirimiz dahi öndərimiz həmişə yaşar Cənab-ı Ali Başkomandanımız Heydər Əliyev cənablarının ləyaqətli, qeyrətli, qüdrətli, durmadan, dönmədən, sevərək ideyalarını həyata keçirən can Azərbaycanımızın rəhbəri, prezidenti, Cənab-ı Ali Başkomandanımızın ad günü münasibətilə və hörmətli Şərqiyə Xanımlar Xanımı yazarımızın kitabının təqdimatına yığılmışıq. Millətimin, dövlətimin, xalqımın dəyərli insanları, mən bir hərbiçi müəllim kimi, yəni can Azərbaycanımızın silahlı qüvvələrinə generallar yetiştirən və böyüdən bir müəllim kimi təhqiqat aparmışam. Axırıncı 1000 ildə heç bir dövlət başçısı itirdiyi torpağı, əsarət altında qalan torpağını azad etməmişdir. İlhamlı İlham Əliyev Cənab-ı Ali Başkomandanımız, möhtərəm prezidentimiz öz yenilməz ordusuna, düşmənin əks hücumuna
hücumuna, ordusuna komanda verdi. Eks hücuma İrəli komandasıyla düşməni darmadağın etti, torpaqlarımızı azad etti ve her yerde, hemşe, her bir Turan Türk devletimizde, her bir Turan Türk'ü, Can Azerbaycanımız bilir ki, Can Azerbaycanımızın bir daha torpağı basılmaz, ezanı sönmez, üç renkli altın bayrağı inmez. Niye? Çünkü Can Azerbaycan'ın İlham Əliyev kimi Cenab-ı Ali Başkomandanı, Zəfər Silahlı Qüvvələri, yenilmez gazileri, galip Şahinşah şehitleri, mert, gayretli, kudretli, vatansever, halkı, milleti vardır. Şerefim, şöhretim, şanım, kurbandır sizlere canım, üç renkli altın bayrağım. Başta Cenab-ı Ali Başkomandanım olmakla onun bütün silahlı kuvvetleri, gazileri, şehitleri ve halkımız, milletimiz. Şerkiye Hanım, sağ olun. Aferin, aslanın erkeği dişisi olmaz. Aslan hemşe aslandır. Can Azerbaycanımızın, Cenab-ı Ali Başkomandanımız İlham Əliyev'in arkasında dayanan oğulları, sizin kimi kurban olmuş şehit anaları, sizin kimi analar dünyaya getirdi. Karşınızda secde edirəm, elinizi öpürəm. Ne mutlu, ben Azerbaycan oğlu, Türk oğlu, Can Azerbaycan Silahlı Qüvvələrinin əskeriyəm. Sağ olun, minnettarım, öpürəm her birinizi, herkes. Mən sözü vətən yolunda hər zaman gözəl şeirlər yazan, ehtiyatlı olan Tibb Xidmət Mayoru, vətənpərvər şairimiz İlham Şəbiyevə vermək istərdim. Mən də salamlayıram Yazıçılar Birliyinin rəhbərinin, kollektivini, bura gələn bütün qonaqları. Şərqiyə xanım, sizə minnətdaram ki, belə gözəl kitabın təqdimatını bizə qismət edibsən. Sizin əllərinizdə qüvvət olsun. Siz vətənpərvər şairə, hüquqşünas, ziyalı, sizin ədəbi yazılarınız çoxdur. Sizə minnətdaram, davamı gəlsin inşallah. Mən Cənab Ali Başkomandanımızı, müzəffər liderimizi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür arzulayıram. Yeni ilimiz 2026-cı il xalqımıza düşərli olsun. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Xalqımıza sülh, səadət, əmin-amanlıq arzulayıram. Bizə 8 noyabr Zəfər gününü yaşadan, 20 sentyabr suverenimizin bərpası günü yaşadan Cənab-ı Ali Başkomandanımıza minnətdaram. Şəhidlərimizin ruhu qarşısından baş əyirəm. Onlar canından şirin, heç nə yoxdur. Canları keçdilər ana torpağımız uğrunda, vətənimiz uğrunda, bayrağımız uğrunda, işğalda olan bütün torpaqlarımızı azad elədilər. Qazilərimizin əllərindən öpürəm, veteranlarımızın əllərindən öpürəm, o döyüşən əllərindən, Azərbaycan əskərinin, hərbçilərimizin əllərindən öpürəm ki, onlar bizi bu 44 günün vətən müharibəsində, antiterror əməliyyatlarında ölümlə üz-üzə gəldilər, ana vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər. Qurban olum ana vətənimizə. Şərqiyə xanım, sizin bu vətən sevginiz, dövlət başçımızın vətənimizin uğrunda elədiyi fədai zəhməti, öz siyasi dəstəyi, bütün dünyada gücü, qüvvəti hamını heyran edir. Bütün yazıçıları, şairləri salamlayıram ki, onlar əsasən də bu vətən müharibəsindən sonra yazılarımız vətənpərvər çıxışlarıyla öz tədbirlərində vətənimizi, şəhidlərimizi dəyərləndirirlər. İnan gözüm görməsə, vətənim var bəsimdir, parlaq günəş sönməsin, nuru ilk nəfəsimdir. Yatanda yuxum kimi, vətən görən gözlərim, torpağa toxum kimi, səp qoy deyir cüzərim. Gözümün ağı ana, qarası da vətəndir, bəzən ürək odlanar, insan bilmir nədəndir. Gözün nuru azalsa, məhəbbəti azalmır, insan özü qozalsa, ürək sevir, qozalmır. Dilim tutmasa heç söz, ürək dilər danışar, getsəm qurban yumsam göz, vətən yanar, alışar. Axıtsam tərazdır bil, ana vətən sevməyə, qışdan sonra yazdır bil, vaxtım yoxdur ölməyə. Olsam qürbətdə əgər, küsər vətən gəlməsəm, onda vətən inciyər, mən salam göndərməsəm. Bil ki uzansa ömrün, vətən sevgin uzanar, necə şam demir sönüm, sönsəm ömrüm dayanar. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun. Qarabağ, Azərbaycan. Gözəl şeylərinizə görə, vətənpərvər şeylərinizə
və hər zaman ürəyi torpaqla, Qarabağla döyünən Qarabağ qazisi Qabil Həsənova sözü vermək istəyərdim. Hər birinizə təşəkkür edirəm. Qazilərimizə borcluyuq. Bugünkü gün hər birimiz sizlərə borcluyuq. Can sağlığı arzulayıram sizlərə. Buyurun. Çox hörmətli və dəyərli olan mənim bacım Şərqiyə xanım. Gələn qonaqlar, sizə təşəkkür və minnətdarımı bildirirəm ki, vaxtınızın bir neçə saatını sərf edib Şərqiyə xanımın yazıcı, şair kimi cənab prezidentimiz İlham Əliyevin kitab təqdimatınıza gəldiyiniz üçün hər birinizə minnətdarım və təşəkkürümü bildirirəm. Eyni zamanda mən şəhidlərimiz, anaları burada əyləşikdir. Mən onların qarşısında baş əyirəm. Ona görə ki, elə övladlar dünyaya gətirib, boya başa çatırıb, tərbiyə edib, elimizin yolunda, xalqımızın yolunda şəhid verdilər. Allah onlara qəni rəhmət eləsin. Eyni zamanda bugün bilirsiniz ki, qarşıdan bizim cənab prezidentimizin ad günü gəlir. Mən ad günü münasibəti ilə cənab polkovnikin dediyi sözlərə mən də şərik olaraq ona minnətdarımı bildirirəm ki, çox gözəl sözlər işlətdi. Mən də onun dediyindən şərik olaraq necə deyərlər, təşəkkür və minnətdarımı bildirirəm. Eyni zamanda, həqiqətən də biz 92-ci ildən düz 2020-ci ilə qədər çəkdiyimiz o ağrını, Qarabağı heç vaxt unutmuruq və unutmayacaq şəhidlərimiz başda olmaq şərtindən. Doğrudan da mən sizə Qarabağımızın o gözəl güşələrimizdən olan Kəlbəcərin qayaları kimi möhkəm, havası kimi təmiz Qarabağımızın, dağları kimi uzun ömürlü, saf suları kimi saf məhəbbət arzu edirəm sizə. Arzum budur ki, həyatda nə edim, deməyəsiniz. Bir daha sizə mən təşəkkürümü bildirirəm, minnətdarımı bildirirəm Şərqiyə xanım. Biz bugün hamımızın yığılan bura gəlməyimizin səbəbkarı məhz sizsiniz. Sizə də təşəkkürümü bildirirəm ki, belə gözəl bir tədbirə biz iştirak edirik. Çox sağ olun, minnətdaram, gələn ayaqlarınız qədəmli olsun. Təşəkkürümü bildirirəm. İndi isə sözü şair Zakir Ağdamlıya vermək istərdik. Buyurun. Söz verdiyinizə görə təşəkkür edirəm. Bugün doğrudan da qələbə ruhlu yazılmış bir kitabın təqdimat mərasiminə yürüşmüşük. Doğrudan bütün xalqımız üçün böyük şərəfdir. Onu deyim ki, 30 ilə yaxın müddətdə Azərbaycanın çox gözəl bir güşəsi olan Qarabağ haqsız olaraq, ədalətsiz olaraq erməni barbarları tərəfindən onların əlaltıları, köməkçiləri Avropadan və başqa yerlərdən olan köməkçilərinin əli ilə silahsız Azərbaycan əskərlərinin qoruduğu, canları ilə, qanları ilə qoruduğu Qarabağı itirdik. 30 ilə yaxın. Bu böyük müsibət idi. Və indiyə kimi doğrudan da bəyə polkovnik dediyi kimi, indiyə kimi olan müddətdə bir dənə belə itirilmiş torpaqlarımız geri qaytarılmamışdır. Heç dünya tarixində də belə şey yoxdur. Ancaq bu qələbə çox asadlıqla başa gəlmədi. O qələbə qazilərimizin çox böyük rəşadəti və ağrı acıları ilə bir yerdə, yaraları ilə bir yerdə bizə kazandırdılar. Şəhidlərimizin öz qanı, canı bahasına biz bu qələbəni əldə etdik. Ona görə biz ömrümüz boyu həm şəhidlərimizə, həm də qazilərimizə borçluyuq. Birinci növbədə Ali Baş Komandana borçluyuq. Ona görə ki, həm xalqla birləşdi, xalq, ordu və Ali Baş Komandan birləşib dəmir yumruq yaratdı və dəmir yumruqla çox ədalətsiz düşmənin başı əzdi və bizə qələbə qazandırdı. Alnımızda olan qara ləkəni təmizlədi və beləliklə də biz cənnət yurdumuz Qarabağa qovuşduq. Ona görə Ali Baş Komandanın apardığı həm daxili, həm xarici siyasəti alqışlayıram. Bu müharibədə 2020-ci il olan 44 gün və 2023-də olan bir gün.
cəmi 45 gün ərzində bütün Qarabağ, Dağlıq Qarabağa dalan o ərazi Qarabağ azad edildi. Bu müharibədə Ali Başkomandanımız təkcə Ali Başkomandan kimi döyüşmədi, vuruşmadı. O eyni zamanda bir diplomat kimi bütün Avropanın, bütün dünyaya meydan okudu ki, biz ədalətli müharibə aparırıq. Biz heç kəsin torpağını zəbt eləmirik. Bizim əlimizdə imkan var idi ki, biz o Qarabağı azad edəndən sonra hücumu davam etdirib yerdə qalan torpaqlarımızın heç olmasa böyük bir hissəsini də əldə edə bilərdik. Ancaq prezident dedi ki, bizə başqa torpaq lazım deyil. Biz ədalətli müharibə aparırıq. Ona görə eşq olsun xalqımıza, eşq olsun ordumuza, eşq olsun Ali Başkomandanımıza. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə uzun ömür can sağlığı arzulayırlar. Şərqiyə xanıma eşq olsun ki, belə gözəl bir ideya ilə çıxış edib və gözəl bir kitab çap edib. Sizə uğurlar arzulayırlar. Təşəkkür ederim. Çox sağ olun, təşəkkür edirəm çıxışınıza görə. Vaxt itirmədən sözüm Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Qızıl Qələm mükafatçısı Hacılı Nazlı xanıma vermək istərdim. Mənə söz verdiyiniz üçün çox təşəkkür edirəm. Şərqiyə xanımı valla gördüm gələndə işıq saçır. Maşallah olsun. Yəni qəlbi təmiz olan insan, üzü də işıqlı olar və bu müqəddəs işini mən çox alqışlayıram. Dövlət bir ailəyə bənzər. Əgər o ailədə yaşadın, onun başçısını sevmədin, o ailəyə xainsənsən. Dövlətimizin də başçısını sevənlərə eşq olsun. Və onun haqqında kitab yazmaq da çox asan şey deyil. Siz bu yükün altına girdiyiniz üçün sizi təbrik edirəm. Və kitabınız çox oxuculu olsun inşallah, oxuyucusu çox olsun. İnşallah ki olacaqdır. Yəni gör kimi haqqındadır bu kitab. Və həmişə qələminiz yazar olsun. Mənim yadıma bir şey düşdü. Yəni sabah hörmətli prezidentimizin ad günüdür. Allahdan ona can sağlığı və ona möhkəm can sağlığı, uzun ömür və nailiyyətlər arzulayıram. Yəni uğurları daha da çox olsun. Bütün dövlətlər içində, ölkələr içində onun həmişə sözü ötkün olsun inşallah. Olacaqdır da, çünki o zəkalı bir ailənin zəkalı bir övladıdır. Yadıma bir şey düşdü. Mən uzun illər Naxçıvanda yaşamışam. Demək, 2004-cü ildə ümummilli liderimiz Heydər Əliyev adına bir məktəb açılırdı. Açılışda dedilər ki, İlham Əliyev də prezidentimiz burada iştirak edəcək. O zaman mən şagirdlərə bir şeirim var idi, verdim, orada əzbərlədilər, o açılış fonunda dedilər. Vallahi elə bir həyəcan keçirdi İlham Əliyevin özü, mən aşağıdan durmuşdum, baxırdım. Demək ki, bəyəndi. Bizim demək, Muxtar Respublikanın rəhbəri də bəyənmişdi. Sonra məktəbə zəng vurmuşdu ki, o şeirlər kimin şeirləri idi? Yadımda qalanı deyəcəyəm. Bu da onun ad gününə hədiyyə, yəni uzun illərin şeiridir, 2004-cü ildən bu yana. Zaman bizi imtihana çəksə də, ayrılıqdan xalq göz yaşı töksə də, Heydəroğlu ilhamımız var indi. Bir sətiri unutdum burada. İnad ilə səfərlərə gedir o. Haqq səsini açıq bəyan edir o. Çox şükür ki, qələbəyə getir o. Heydəroğlu ilhamımız var indi. Atası tək zəkalıdır, oğlu da. Sevir onu aranlı da, dağlı da. Nicah gözlər ondan Qarabağlı da. Heydəroğlu ilhamımız var indi.
Allah İlham Əliyevə uzun ömür versin və dövlətimiz həmişə yaşasın, həmişə varlıq. Teşekkür edirəm sizə. Tədbirimizdə çox dəyərli şairlər, söz insanları iştirak edir. Onlardan da biri vətənpərvər şairimiz Bayram Aşıqlı iştirak edir. Buyurun. Çox təşəkkür edirəm. Bugün Şərqiyə xanımın bu şad günündə iştirak etməyim üçün özümü məmnun hiss edirəm və hər birinizə gözəl günlər arzu edirəm. Bugün bura zəhmət çəkir, hamı dediyi kimi, yəni Şərqiyə xanımın çox güman kürəyindən deyərəm ki, gəldiyiniz üçün təşəkkür edirəm. Mənim də sahib bacının bu məclisində iştirak elədiyiniz üçün onu bir alqışlayaq. Gözəl bir işdir və ağır bir yükdür. Haqqınızda yazıldı, sizin haqqınızda bilgilərimi bu dəfə yox, inşallah başqa bir tədbirimdə deyərəm. Yəni sizin haqqınızda bütün məlumatlar verildi. Sadəcə onu deyə bilərəm ki, hər bir insan hansısa bir işi görəndə onun arxasında bir düşüncə olaraq, bir fikir olaraq bir umacağı durur. Amma sizin bu işinizdə elə görünür ki, sizin umacağınız Azərbaycandır, sizin istəyiniz Azərbaycanın azad olmasıdır. Prezidentimizin haqqında kitab yazmaq, Nazlı xanım demiş, elə belə iş deyil. Yəni o yükə ki girmişsiniz, sizə gələcək işlərinizə də uğurlar diləyirəm. Allah hər birimizə, bax o kitabdan yazmaq bizə də qismət olsun, eşq olsun hər birimizə. Teşekkür edirəm dəyərli sözlərinizə görə. İndi isə sözü yazıcı, publisist, Xarı Bülbül jurnalının təsisçisi Camafər Əliyevaya söz vermək istəyirəm. Bugün bütün burada toplanan əməkdaşlarımı salamlayıram. Şərqiyə xanım, təbrik edirəm. Bu gözəl mövzuya toxunduğunuz üçün sizə çox minnətdaram. Doğrudan da bizim prezidentimiz bundan da artıqlarına layiqdir. Düzdür, mənim birinci kitabım Ulonlərimiz Heydər Əliyevə aid Bir qəlbin iki döngüsü. Mən özüm də bu mövzuya toxunmaq istəyirəm, amma hələ ki işlərim çoxdur. Mən səhər dünyaya gəlişinə prezidentimizi təbrik edirəm və hamının adından ona möhkəm can sağlığı arzulayıram. Sizlərə də uğurlar arzulayıram və mən özüm burada 2 nömrəni gətirdim Xarı Bülbül jurnalının. İstərdim onları sizə mən təqdim edim. Bundan gözəl hədiyyə bilmədim. Çox sağ ol, təşəkkür ederim. Uğurlar olsun. Çox gözəldir, həqiqətən. İndi isə sözü Xətai rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Yusif müəllim İskəndərova verilir. Buyurun Yusif müəllim. Əvvəla mən bütün bura gələn, əziyyət gələn yoldaşlara salamlayıram. Xoş gəliblər. İkincisi, Cənab Prezidentimizi ad günü münasibəti ilə təbrik edirəm. Ona möhkəm can sağlığı işlərində müvəffəqiyyət və ali baş komandan kimi gələcək bu nailiyyətlər arzulayıram. Üçüncü də ki, Şərqiyə xanıma müraciət etmək istəyirəm ki, çox cəsarət göstərir. Hər adam buna cəsarət edə bilməz. Prezident haqqında belə kitab yazmaq böyük cəsarət tələb edir. Mən sizin cəsarətinizə heyranım. Allah canınızı sağ eləsin. Allah sizə daha yüksək nailiyyətlər qismət eləsin inşallah. Deməli, vəziyyət belədir ki, biz yoldaş dedi, Cənab Polkovnik, neçə əsrlərdən bəri Azərbaycanın torpağı qayıtmayıb, işğal olunan torpaq. Birinci dəfədir ki, bu bir möcüzədir ki, prezidentimiz
bu işğal olmuş torpaqlarımızı qaytardı və bəzi torpaqlarımızı da heç qurban vermədən, şəhid vermədən qaytardı. Allah bütün şəhidlərimizə də rəhmət eləsin, məkanları cənnət olsun. Mən çox söz danışmaq olar, burada saatlarla danışmaq olar. Sadəcə olaraq mən sözümü rəhmətlik Ulu Öndər Heydər Əliyevin söylədiyi o Səməd Vurğunun o 4 misra şeirlə bitirmək istəyirəm. O köylərlə bunu deyirdi. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül canlar? Azərbaycan, Azərbaycan. Mənim dəyərli sözlərinizə görə təşəkkür edirəm sizə. İndi isə sözü Günay Az saytının redaktoru Rəsmiyə xanım Heybət qızına söz verir. Möhtəbər qonaqlar, hörmətli təşkilatçıları, sizin hər birinizi ürəkdən salamlayıram. Gözəl yazarımız, həmişə cavan yazarımız Şərqiyə xanım, sizi səmərəli yaradıcı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Gözəl, nəfis tərtibatla bizim dünyanı heyran qoyan qəhrəman liderimizə kitab həsrləmsiz. Bəli, bildiyimiz kimi sabah bizim qəhrəman prezidentimizin doğum günüdür, 24 dekabr 2025-ci il. Allahdan prezidentimizə can sağlığı, uzun ömür arzulayıram, ailə saadəti arzulayıram. Allah ordumuzu qorusun, şanlı ordumuzu qorusun. Allah qazilərimizə can sağlığı versin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Mən burada şəhid anasını görürəm. Sonda istəyərdim Məmməd Arazdan bir bənd. Bugün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanımız vətən desin. Vətən desin qəlbimizin hər duyğusu, hər vurğusu vətən desin. Fərqi yoxdur harda olaq. Zamanımız, məkanımız vətən desin. Vətən desin, vətən desin, vətən desin. Təşəkkür edirəm sizə, Rəsmiyə xanım, var olun. İndi isə sözü Azərbaycan Yaşlılar Birliyinin üzvü, prezident təqaüdçüsü, sabiq xüsusi təyinatçısı Zaur Bayramoğlu'ya söz verilir. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, mən hər birinizi tədbirimizə gəldiyinizə görə Şərqiyə xanım bugün təşkil etmədiyinizə görə təşəkkür edirəm. Bugün Cənab Prezident Ali Başkomandan İlham Əliyevin haqqında yazılmış kitabın təqdimatına yazılmışıq, bilirsiniz. Və İlham Əliyev ən böyük missiyası nə idi? Qarabağı xilas eləməkdir. Onu da xilas elədi. Biz buna görə ona çox təşəkkür edirik, minnətdarıq. Bəs Qarabağı xilas eləmək zərurəti niyə durmuş? Hamı bilir, hamıya məlumdur ki, Azərbaycan Rusiya işğal edəndən sonra parça-parça ermənilər gətirirlər, yerləşdirdilər. Əvvəl İrəvan xanlığını və Naxçıvan xanlığında erməni mahalı yaradıldı. Sonra 18-ci ildə Ermənistan Respublika kimi tanınandan sonra cəmi ərazisi 9000 kvadrat kilometr İrəvan şəhəri və ətrafında yaradılmışdır. Sonraki dönəmdə Azərbaycan Rusiya tərəfindən ikinci dəfə işğal olundan sonra Vaşinqton tərəfindən Göyçə və Dancacır mahalları 20-ci il dekabrında keçirilən Komünist Partiyasının başı qurultayında onlara hədiyyə verilir. Və sonra belə parça-parça verə-verə gəldilər. Qarabağ müxtəlif vilayəti yaradıldı və s. Və birinci Qarabağ müharibəsinə gəldik. Biz birinci Qarabağ müharibəsində olmuşduq, təəssüf ki. Rus orduları qarşısında bizim təzə yaranmaqda olan qeyri-qeyri olduğumuz davam edə bilmiyoruz. Rus və Erməni ittifaqı və biz uduzluq var idi. 94-cü ildə atəşkəs oldu. Və çox şükür ki, Ali Başkomandanın rəhbərliyi altında yaradılan yeni peşəkar və müzəffər ordumuz 44 il kimi qısa müddətdə Qarabağımıza azad edildi. Və bu zaman bizim prezidentimiz, Ali Başkomandanımız sadəcə bir sərkərdə kimi deyil, həm də diplomat kimi həm xarici jurnalistlərlə çox uğurla iş apardı, hamımızın yadımızdadır, cəmisi 5 il öncə idi.
və əlavə psixoloji müharibəni də çox gözəl, çox ağılla apararaq ermənilərin üzərində həm psixoloji cəhətdən, həm diplomatik cəhətdən, həm də hərbi cəhətdən qələbə qazanmağımızı təmin elədi. Və sonra 23-cü ildə bizim həm ərazi bütövlüyümüz, həm suverenliyimiz bərpa olundu. Və artıq şükür Allahın böyüklüyünə ki, bugün Azərbaycanın hər qarış torpağında bayrağımız dalğalanır və boz zona ləğv olunubdur. Artıq bizim bayrağımız dalğalanmayan heç bir yerimiz yoxdur. İnşallah Səncəzur dəhlizində açılacaq, o günlərdə görəcək. Və bütün bunlara görə, mən prezidentimizə bir daha təşəkkür edirəm, var olsun və Şərqiyyə xanım kimi onun haqqında kitab yazan, ona kitab eləyən dəyərli yazıçılarımızın da qələmlərinə qüvvət, çox sağ olsunlar, əziyyət çəkinlər. Çox sağ olun. Mən uzun müddət Bakı Birləşmiş Komandirlər Məktəbinin baş müəllimi olmuşam. Heydər Əliyev adına hərbi ali məktəbi müəllimi olmuşam. Daxili İşlər Nazirliyinin daxili qoşullarının hərbi institutu müəllimi olmuşam. Fövqəladə Hallar Akademiyasının müəllimi olmuşam. Saysız hesabsız Can Azərbaycanım üçün müzəffər, zəfər, yenilməz generallar, polkovniklər, ümumiyyətlə komanda heyəti böyütmüşəm. Bu qələm sizin həyatınızda ən qiymətdən qiymətli bir hədiyyə sayın və qəbul edin. Çünki bunu sizə müzəffər, zəfər, yenilməz Cənab-ı Ali Baş Komandanımız İlham Əliyevin zəfər əskəri təqdim edir və bizi buyurun, təbrik edin və icazə verirəm alnımızdan ötərək Azərbaycan əskərinin anası kimi. Teşekkür ederim. Allah Can Azərbaycanımızı qorusun, bütün Turan Türklərimizi qorusun, Cənab-ı Ali Baş Komandanımızı və onun millətimizi, dövlətimizi, xalqımızı, ordusunu qorusun. Qarabağ Azərbaycandır. Sağ olun, üzürlü sayın. Hər birinizin alnınızdan öpürəm. Şəhid anamız sizin ayağınızdan öpürəm ki, siz elə oğullar oğlu böyütdünüz. Biz üç insanın haqqı müdür istəmində deyil, ödənilmir. Müəllimin, ananın, şəhidin. Siz dünya gətirdiniz, biz müəllimlər öyrətdik, şəhid yerinə yetirdi. Sağ olun, müdür. İndi isə sözü Zümrüd karyerasında və Fahov Korporasiyasının rəsmi əməkdaşı Nəzakət xanım Ağayevaya veririk. Çox sağ olun, təşəkkür edirəm. Hər birinizi salamlayıram, xoş gördük. Şərqiyyə xanım, sizə can sağlığı arzulayıram, xeyirli olsun, uğurlu olsun. Mən bütün bizim şanlı ordumuza Allah can sağlığı arzulayıram, yəni halal olsun, uğurlar arzulayıram. Bir də qazilərimizə can sağlığı arzulayıram. Yəni qazilərimiz Allah təala onlara can sağlığı versin, valideynlərinə can sağlığı versin. Şəhid analar, valideynlərin sizin qarşınızda baş əyirəm. Həqiqətən bizim də şəhidlərimiz var, yəni onun da valideynləri və sizin yəni timsalında olan bütün valideynlərin, şəhid valideynlərinin qarşısında bir daha baş əyirəm. Yəni Allah sizə can sağlığı versin. Çox sağ olun. Eşq olsun bizim ordumuza. Sağ olun. Çox təşəkkür edirəm sizə dəyərli sözlər üçün. Bəli, hər birimiz şəhidlərimizə borcluyuq. Şəhidlərimizin qarşısına baş əyirik. Və bugünkü tədbirimizdə çox dəyərli şəhid anamız iştirak edir. Qarşınızda baş əyirik ana. Allah sizi var eləsin. Şəhidimiz Mövsüm Əliyevin anası Xatirə Əliyevaya söz vermək istərdim. Buyurun. Bütün iştirakçılara salamlayıram. Allah can sağlığı versin. Şərqiyyə xanım, sizi təbrik edirəm. Təqdimata görə, kitabıda görə. Bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Can sağlığı hamıya. Allah can sağlığı. Hər birimiz sizlərə borcluyuq. Qarşınızda bir daha baş əyirik. Can sağlığı arzulayıram sizə ana. İndi isə sözü şairə xanımı Çınara İsa'ya söz vermək istərdik. Buyurun. Möhtərəm prezidentimizin
səy və təşəbbüsü nəticəsində dəmir yumruğun gücü, 3000 şəhidimizin uğuru, yaşayan şəhidimiz adlandıran qazilərimizi, qəhrəmanlarımızın səy və təşəbbüsü nəticəsində, gücü nəticəsində azad olunan torpaqlarımızın qəhrəman qızı Şərqiyə xanım, sizə yaradıcılığınızda uğurlar diləyirəm, davamiyyətinə arz edirəm, bütün təbriklərə qoşuluram. Çox sağ olun. Gözəl sözlərinizə görə. İndi isə sözü Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin təlimatçısı, 2-ci Qara Kəmər ustası, Azərbaycan Avropa Məktəbində Aikido üzrə müəllim olan Vüqar Musayeva söz vermək istərdim. Xoş gəldiniz. Mənim üçün də xoş oldu. Təşəkkür edirəm Şərqiyə xanıma. Azərbaycan Respublikasının prezidenti cənab Ali Baş Komandanı İlham Əliyevin ad günü münasibətilə məni dəvət edirsiniz. Mən də təbrik edirəm. Həm də eyni zamanda prezidentimiz cənab İlham Əliyevin haqqında kitab dərc olunub bugün. Onun artıq əlimizdədir kitab. Təşəkkür edirəm Şərqiyə xanıma. Həqiqətən burada yazarlarımız, dahilərimiz çox gözəl vurğuladılar ki, belə bir şəxs haqqında kitab yazmaq çox məsuliyyətli bir işdir. Təşəkkür edirik bu yolunuzda, sizə uğurlar arzulayırıq və sözsüz ki, bu uğurları bizə qazandıran şəhidlərimizə borcluyuq, şəhidlərimizin valideynlərinə borcluyuq. Nazlı xanım da çox gözəl vurğuladı ki, ümumiyyətlə gerək Azərbaycan torpağında yaşayan hər bir kəs, o asılı olmayaraq hansı sahədə işləyirsə, öz torpağını sevsin, öz işini, peşəsini sevsin. Yəni, layiqincə Azərbaycan üçün bir dəyərli bir vətəndaşa çevrilsin. Təşəkkür edirəm hər birinizə. Maşallah, hər bir şeyi siz gözəl vurğuladınız. Sağ olun, var olun, təşəkkür edirəm mənə dəvət ediniz. Təşəkkür ederiz Qar müəllim, gözəl sözlərinizə görə. İndi isə sözü qələm əhli olan şairimiz Çinarə Zəhraya söz vermək istərdik. Salamlar, mən hər birinizi salamlayıram. Bugün gezdikimizin haqqında, həmçinin mənim oğlumun da salam haqqındadır. Buradan şairlərimizi, Bayram Aşırlı, digər şairlərimizi, İmran məndə, gələn dostlarımızı hamısına uğurlar diləyirəm və Şərqiyə xanımı bu günləri burada tanıdığıma görə ümid edirəm ki, hər zaman bir yerdə olarıq və söhbət şəhidlərimizə gəlincə, Allah şəhidlərimizi rəhmət eləsin. Biri bizim şəhid deyil, hər biri bizim şəhid deyil. Və kiçik bir, çox yerdə dediyim bir şeirdir. Şiir rəyinə malik olan şəhid qardaşlarımız. Siz bu torpağın qanın daşımısınız. Az-azıq uzaqda olsanız da belə, daima qəlbimizdə yaşayacaqsınız. Allah rəhmət eləsin. Təşəkkürlər gözəl sözlərinizə görə. İndi isə sözü 3 kitab müəllifi olan Qızıl Qələm mükafatı laureatı şair Saday müəllimə söz vermək istərdik. Əvvələ hər birinizi salamlayıram. Bugünkü gün Şərqiyə xanımın kitab mərasiminə açılışı münasibəti ilə hər biriniz xoş gəlibsiniz, hər birinizə yenə deyim uğurlar arzulayıram. O cümlədən Şərqiyə müəllimə uğurlar arzulayıram bu yolda. Allah səni sağ eləsin və Şərqiyə müəllimin bugünkü günü bu kitabın ərsəyə gəlməsində zəhmət olan hər bir kəsəbə təşəkkür edirəm. Və başda bu günləri bizə yaşatdıqlarına görə şəhidlərimizə, qazilərimizə, milli ordumuza böyük hörmətlə, ehtiramla onlara uzun ömür şəhidlərimizə rəhmət, qazilərimizə, müzəffər ordumuza can sağlığı arzulayıram. Şərqiyə xanımın bu kitabı da həqiqətən də təqdirə layiqdir. Bugünkü gün onu belə gözəl hava-havada belə hər kəsin qarşıladığına görə mən də bir daha təbrik edirəm. Oxunaqlı olsun, davamlı olsun, düşərli olsun və bu mövzuya uyğun olmasa da mən də Şərqiyə xanımı bu tədbirində öz ürək sözlərimi demək istəyərəm.
Yaxşı düşün, əziz dost. Nədən gəldik dünyaya? Yaxşı düşün, əziz dost. Çox da önəmli deyil, şərəfli ad, gəliz, poz. Çalış əməllərinlə, fayda görsün, dost, tanış. Dilə yalan gətirmə, daim düzünü danış. Hər zaman yaxşılıq et, kimsəyə quyu qazma, uyub şeytan feylinə, daim yolundan azma. Etsən təmənnasız et, gördüyün hər bir işi, söyləməz etdiyini, el içində ər kişi. Çalış sol əlin verdiyini, sol əl bilməməlidir sağ əlin verdiyini. İnsan car eyləməz ki, yaxşılıq etdiyini. Dostum, sən etdiyini eylə Allaha xatir. Allah hər şeyi görür, odur hər şeyə qadir. Sadayı yaxşı dinlə, sözləri haqq sözüdür. Yerində deyilən söz, elə haqqın özüdür. Teşekkür edirəm sizə gözəl şeylərinizə görə, xoş sözlərinizə görə. İndi isə bizimlə bərabər olan həvəskar şair, həvəskar musiqiçi, bədii qiraətçi, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qəmbər söz vermək istərdik. Buyurun. Təşəkkür edirəm sizə. Çox sağ olun. Mən burada olmalıydım, çünki ölkə prezidenti eyni zamanda paralel olaraq bütün hərbi qulluqçuların Ali Baş Komandanıdır və onun verdiyi bütün tapşırıq və əmr sərəncamlar Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Dövlət Təhlükəsizlik Xidməti, istər daxili qoşunlar və digər bütün qurumların komandanları tərəfdən bütün şəxsi heyətə tapşırılır və biz də onu şərəflə yerinə yetiririk. Elə buna görə də mən inanıram ki, siz o kitabı da bizim komandanımızın zəfəri, qazandığı zəfərə görə, zəfər qazanmış komandan kimi də yazmışsınız. Dostlar, hamı çıxış eləyib, müəyyən səbəblərdən mən də bura indi gəldim, çatdım. Ancaq maraqlı bir şeir yazılıb bir neçə il bundan qabaq. Heydər Əliyev də həmin şeiri sevirdi. İcazənizlə onu mən burada yeri gəlmişkən çatdırım sizə. Şeirin müəllifi Cabir Novruzdur. Millət əzər, əzilərdə. Kaş millətdə ruh yaşasın. Əyri qəddi düzəllər də, kaş millətdə ruh yaşasın. Zaman zaman, nəsil nəsil, babəklərin gəlir səsi, nəsimilər tükənməsin. Kaş millətdə ruh yaşasın. Sabirlərə xəbər olsun, qız gəlinlər həcər olsun. Kişilərdə təpər olsun, kaş millətdə ruh yaşasın. Qüvvət ruhun gücündədir. Qüdrət ruhun gücündədir. Qeyrət ruhun gücündədir. Kaş millətdə ruh yaşasın. Düşməni qul etmək olar. Min əsir yol getmək olar. Dünyanı titrətmək olar. Kaş millətdə ruh yaşasın. Kaş millətdə ruh yaşasın. Təbrik edirəm sizi. Uğurlar olsun. Növbəti belə bir kitabınızı, digər kitablarınızın təqdimatına gəlir. Sağ olun. İndi isə sözü dəyərli şairlərimizdən olan Elmuraz Əkbərə söz vermək istərdik. Buyurun. Hər kəsi salamlayıram. Burada olan şəhid anamız əyilib qarşınızda, əllərinizdən öpürəm, diz düşüb, ayaqlarınızdan öpürəm. Sonra qazilərimiz, veteranlarımız var. Qazilərimizi də mən yeriyən şəhidlər kimi görürəm. Allah onlara da can sağlığı versin, uzun ömürlər versin və bu günləri Şərgih xanımın kitab təqdimatında özümü burada iştirak etdiyim üçün özümü şanslı bir insan kimi hesab edirəm. Sizə uğurlar arzulayıram, yaradıcılığınız həmişə belə daimi olsun. Amma siz böyük bir məsuliyyətin altına girmişsiniz, həm də şərəfli bir məsuliyyətin altına. Sizə uğurlar arzulayıram və burada mənim bir şəhidlər
şeirimi icazə versəydiniz, onu səsləndirərdim. Vətəni canından əziz sandınız, tarixi yenidən yazan şəhidlər. Ən ali məqama sizlər çatdınız, əbədi yaşayan ölməz şəhidlər. Torpağı yudunuz siz qanınızla, dünyaya səs saldınız adınızla, sipər oldunuz sizlər canınızla, əbədi yaşayan ölməz şəhidlər. Bu xalqın qüruru andı sizsiniz, sönməyən işığı, nuru sizsiniz, gələn nəsillərə örnək sizsiniz, əbədi yaşayan ölməz şəhidlər. Hamını mat qoyan tarix yazdınız, cəmi 44 günə zəfər çaldınız, millətin namusun geri aldınız, əbədi yaşayan ölməz şəhidlər. Əbədi yaşayan ölməz şəhidlər. Bir də şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun, ruhları şad olsun. Yəni Azərbaycanda da elə bir ailə yoxdur ki, o da özlü bir şəhid ailəsi kimi hiss eləməsin. Çünki hamının, bu şəhid hamımızındır. Mənim də ətrafımda doğmalarım var, onlarda da şəhidlər var. Yəni hamımız bir-birimizə bu 44 günü zəfər, onu da deyim ki, biz yeganə xalqıq, yeganə millətik ki, bu müharibə başlayanda biz sevindik. Bilirdik ki, burada ölüm var, bilirdik ki, burada içki var, bilirdik burada nə bilim, əlillik var, yəni hər şey var. Amma biz buna sevindik. Ali Baş Komandanın bizcə dəfə çıxışı bütün milləti birləşdirdi, ayağa qaldırdı. Eşq olsun millətimə, eşq olsun xalqıma, eşq olsun Ali Baş Komandanımıza. Hər birimiz ona razı olsun. Təşəkkür edirəm sizə. Bəli, əlbəttə ki, hər birimiz şəhidlərimizə borcluyuq. Qələm əhli olan şairimiz Adil Zeynallı bizimlədir. Buyurun. Salamlayıram. Kitabın təqdimatı da onu təbrik edirəm. Uğurlu olsun, gələcək gedişlər yazsın. Bir bəndindən Cənab İlham Əliyev verirəm. İlahi veribdi ona boy boxun, çətin siyasətdən mat qoydu çoxun, dərsini veribdi quduran toxun. Mənim prezidentim, mənim rəhbərim. İlham təy rəhbərim var, şuarı sur, ədalət, dillərdə əzbərim var. O agahdır millətin adətindən, dəbindən, dərs alıbdı Heydərin siyasət məktəbindən. Daim diqqətindədir ölkənin hər bölgəsi, o əkən ağaclardır üstümüzdə kölgəsi. Başlayır, çox sağ ol, İslam deyəm vaxtınızı alam. Var olun. Sağ olun, təşəkkür edirəm sizə. İndi isə sözüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, yazıcı, tərcüməçi, tibb üzrə fəlsəfə doktoru, beynəlxalq ədəbi müsabiqənin Ədəbi Aziya 2024 Poeziya nominasiyasının Grand Prix laurantı, Rəsul Rıza 2025 mükafatı laurantı Nigar xanım Xəlovaya söz vermək istəyirəm. Buyurun. Çox sağ olun, hamını salamlayıram, Şərqə xanım sizi salamlayıram, təbrik edirəm. Mən onu demək istəyirəm ki, yəqin ki, siz hamınız da məndən razılaşacaqsınız. Yəni biz elə bir, yəni gözəl bir dövrdə yaşayırıq ki, yəni böyük bir, eyni dövrdə, eyni zaman məkanında, eyni torpaqda yəni yaşayırıq və tarixi şəxsiyyətlə, İlham Əliyev kimi tarixi şəxsiyyətlə, yəni öz vətənimizdə bu havanı uduruq, yəni nəfəs alırıq. Bu böyük bir işdir. Mən bunu, yəni burada yox, hələ vətənimdə olmadan, yəni bunu qürbətdə, xaricdə izləmişəm, biz televizorların qabaqlarında oturmuşduq və bütün İlham Əliyevin bütün çıxışlarını dinləyirdik. Və o zaman Ermənistanın prezidenti Nikol Paşinyan nə dedi? O belə açıqlama verdi ki, Artsaq Ermənistandır və nöqtə. Artsaq, это Armeniya и точка. Buna nə zaman? Buna İlham Əliyev çox belə dəqiq cavab verdi. Çox, yəni ona, Nikol Paşinyana bilirsiniz nə? Cavab dedi, buna deyə bilmərəm. Yəni dərs verdi. Ona siyasi dərs verdi. Və dedi ki, Qarabağ birinci bu Arsaq deyil, Qarabağdır. Qarabağ kimi adlandırmalısınız və
Qarabağ Azərbaycandır və Nida. Düzdürmü? Nida işarəsi. Bax bu, mən bunları yəni qürbətdə olaraq oturub televizorun qabağında bunu qulaq asmışam, izləmişəm əvvəldən axıra qədər və çox qürur hissi keçirmişəm. Çünki orada məndən hamı soruşurdu. Ermənistan nədir, bu sizin münaqişəniz nədir, nədən ibarətdir və doğrudan da biraz bizim o vaxtı başımız aşağı idi. Mən özümü çox pis hiss eləyirdim. Amma bu çıxışdan sonra mənə inam gəldi, mənə güc gəldi və mən doğrudan da hələ qələbə deyildi, biz qələbəni çalmamışdıq, amma inandım ki, biz bu qələbəni udacağıq, yəni bu qələbəni da qazanacağıq. Bax belə, ona görə bizim dövlət başçımız, yəni çox müdrik bir sərkərdar, çox müdrik bir diplomat İlham Əliyevin nailiyyətlərini təkcə tarix salnamədə yox, ömür boyu bütün insanların, yəni bizim Azərbaycan durduqca, xalq durduqca, bütün insanların ürəyində də qalacaq, yaşayacaq. Ona görə bu, doğrudan da bu çox vacib mövzuya Şərgiyə xanım toxunub da gözəl toxunub. Sizi çox təbrik edirəm, çox, yəni sizi birinci dəfə görürəm, sevdim sizi. Çox sağ olun, siz də sağ olun, daha böyük yaradıcılığınızdan nailiyyətlər arzulayıram. Və icazə verin bir şeirdən, Şuşaya həsr olunmuş şeirdən parça oxuyayım sizə. Əziz Şuşa, sən azadsan, unudulmaz kəlmələr, qəlbimizdə güllər açdı, dilə gəldi nəğmələr, şəfa tapdı, sağalmayan könül yaralarımız, döndü çağlaya-çağlaya, selə göz yaşlarımız. Yaşadıq sevincimizi, sarıldıq, güldük yenə, var ol prezidentimizə söylədik milyon kərə. Allaha şükürlər etdik, şəhidlərə dualar, qazilərə can sağlığı, acil şəfa dilədik. Noyabr ən gözəl aydır, uğur rəmzidir 8. Bu tarixin sehri sonsuz, bu bizim qələbəmiz. Çox sağ olun Nigar xanım, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə sizə təşəkkür edirəm. İndi isə sözü Şanlı Azərbaycan Televiziyasının şöbə müdürü İbrahimov Bəşir müəllimə söz veririk. Hər biriniz var olasınız, hər birinizi. İlk öncə mən bu gözəl günü bizə yaşadan şəhidlərimizin sayəsində, şəhid analarının və qazilərimizin qarşısında baş əyirəm ki, onların sayəsində bugün biz buradayıq. Onların sayəsində vətəndə vətənsiz olmaq bilirsiniz də, çox adam bilir, yəni vətəndə vətənsizlik dəhşət bir işdir. O zaman deyirdi ki, vətəndə vətənsizliyin dərdi qəriblikdən çox betərdir. Yurdumuza qaysaydı, könlünədə gül bitərdi. Anaların nəmli olan gözlərindən yaş itərdi, yalvarırım, qaytar bizi, qaytar utandı. Qayıtmasa çatlayacaq, babaların yolu utandı. Ali Başkomandanımız, möhtərəm İlham Əliyevin sayəsində biz o vətənimizdə vətənsizliyimiz üstümüzdən götürüldü və qələbə çaldı. Və o baxımdan da Şərgiyə xanım bütün bunları nəzərə alaraq, möhtərəm prezidentimizin ətrafında dəmir yumruq kimi yaşayıb birləşməyimizə naminə qələbəmiz sayəsində Şərgiyə xanım da onu kitab halına salıb bugün burada onun təqdimatını keçirir. Təbrik edirəm Şərgiyə xanım. Uğurlarınız bol olsun, var olasınız. Təşəkkür edirəm sizə, dəyərli sözlərinizə görə. İndi isə sözü Kəlbəcərli olan Qızqayıt xanıma söz vermək istəyərdim və onun tələbələri Rəsul Kərimov. Buyurun. Mən də çox şadam burada iştirak edirəm. Şərgiyə xanıma həmişə xoş, gözəl, uzun ömür, xoş günlər arzulamışam. İşlərində müvəqqətiyyətlər arzulamışam. Eləcə də yenə də işlərində müvəqqətiyyətlər arzulayıram. Arzu edirəm ki, necə əvvəllər arzu etdiyimiz kimi ki, Qarabağımızda, bütöv Qarabağımızda, Azərbaycanımızın bütöv olmasından yazaq. Eləcə də indi də Qarabağda, Kəlbəcərdə, Şuşamızda, Laçınımızda bu tədbirlərimizi keçirək. Bu günlərimizə min şükürlər olsun. Bu günlər üçün, bu azad ölkə üçün
bu Zəfər bayramını gördüyümüz, qələbəni gördüyümüz günlər üçün canlarını fəda vermiş şəhidlərimizə borcluyuq. Canlarını yarıcan eləmiş qazilərimizə borcluyuq. Allah onlara şəfa versin. Biz yaşamalıyıq. Tariximizi yaşatmalıyıq. Biz şəhidləri yaşatmalıyıq. Tarixən qəhrəmanlarımızı daima hər zaman deməliyik, söyləməliyik. Biz nə üçün yaşayırıq? Biz tariximiz üçün, biz onlar üçün yaşayırıq. Eləcə də çox sağ olsun. Belə xanımlar, Şərqiyyə xanım kimi Azərbaycanda çox xanımlar arzulayıram. Bütün yaxşı həmişə xanımlarımız, bəylərimiz həmişə yaradıcılıqla, gözəl işlərlə məşğul olsunlar. Xoş günlərdə belə keçsin. Eləcə də mən Şərqiyyə xanım bir şeyini deyəcəm. Təbii ki, bilirsiniz, mən də yazıçılar birliyi üzvüyəm, mən də kitabım oldu. Təqdimatında da bir çox dostlar gəldi, sağ olsunlar. Yəni, bu kitabda qəhrəmanlar yazan tarix adlı, burada çox şəhidlərimizdən həyatından və onlara bəhs olunmuş şeirlərdən ibarətdir. Eləcə də bu kitab eynidir, amma biraz üzünə şəhid şəkil qoydum. Yəni 2019-da da hamı bilir ki, Can Qarabağım adlı kitabı yazdım, şeiri də var, orada 10 dildən. Çünki televiziyalarda eşidirdik ki, Qarabağın adını dəyişib Arsaq qoyacağıq. O Arsaq sözünə eşidən zaman təbii ki, hər bir kəsin, qələm əhlinin, jurnalistlərin, yəni hər peşə sahibləri etirazlarını bildirdilər, sözünü dedilər. Eləcə də mən dedim ki, yazdım. Haqqında nahaqdan döyüşsələr də, başında 100 kələh nə etsələr də, adını 100 dəfə dəyişsələr də, dəyişməz ünvanım, dəyişməz adım, doğma ana yurdum, Can Qarabağım, qısa deyəcəm, 11 bəndli belə bir şeir həsr elədim. Bu tarix yaşayırıq. Biz tarixləri oxuyuruq, oxuduruq, təbliğ edirik, yaşadırıq və yaşatmağa da borcluyuq. İndi də Şərqiyyə xanımın bu İlham Əliyevə, keçən ölkəmizin başçısına, prezidentinə çox kitablar yazır. Həqiqətən çox yaxşı mənada deyim, həsrət aparıram ki, mən niyə az yazıram? Bütün hamıya da bunu arzulayardım ki, hamı yazsın, yaratsın bu vətəndən, qəhrəmanlıqdan, tarixdən. Eləcə də çox sevinirəm ki, Şərqiyyə xanım bu cür yazır. Mənim də kitabımda önündə də qeyd eləmişəm. Hər bir qələm əhli əlbəttə borcludur ki, dövlətinin xidmətindən, şərəfindən, şöhrətindən, tarixindən yazsın. Eləcə də mən də qeyd etdim. Yəni bir dənə bir şey yazmışam. Biri Ulu Öndərimiz Heydər Əliyevə, biri də İlham Əliyev cənablarına. Hərəsinə bir dənə şeir həsr etdim, yazdım. Bir dənə də şeir deyəcəm. Çox danışmağa çox sözüm var, amma iştirakçılara görə mən də qısa demək istəyərdim. Dünyada şanlı sərvət, möhtəşəm böyük hörmət, bir millət, iki dövlət, Azərbaycan, Türkiyə. Bir yerdədir odunuz, dondura bilmir ki buz, bir çəkilir adınız, Azərbaycan, Türkiyə. Dostdur özgəyə yadar, əməli sözü aydın, buluda taxıb adın, Azərbaycan, Türkiyə. Gülüstandır çağınız, vüqarlıdır dağınız, qırılmasın bağınız, Azərbaycan, Türkiyə. Qırılmasın bağınız, Azərbaycan, Türkiyə. Çox gözəl. Kəlbəcər rayonunun Uşaq Sənət Məktəbinin şagirdidir. Rəsul Şərimov sazında gətirir. Şərqiyyə xanımın bir şeirini söyləyəcək, sazda bir balaca müşahidə edəcək. İcazənizlə. Başımızın üstə durdun,
bəxtəvərdir, sənin xalqın bəxtəvərdir, ana yurdun bəxtəvərdir, ana yurdun. Can Azərbaycan televiziyasının təsisçisi, rəhbəri Şəqiqə xanım Seydovanın sizə fərqli təqdimləri var. Buyurun zəhmət olmasa, İsrail xanıma təbrik edirəm. Uğurlarınız bol olsun. İndi isə sözü tədbirimizdə dəyərli ağsaqqalımız iştirak edir. İmamverdi müəllimə söz vermək istəyərdik. Buyurun İmamverdi müəllim. Salamlayıram. Müəllifi təbrik edirəm. Axarı olsun. Bayram müəllim, məni də dəvət elədiyin üçün çox sağ ol. Təbrik edirəm hamını. Hörmətli ziyalılar və qənam adamlar. Ondan sevindirici haldır ki, necə ki, dünya şəms oldu ki, Azərbaycanın rəhbəri Ali Baş Komandası təkcə torpaqları almaqla Azərbaycanı dünya tanıtmadı. Azərbaycanın ədalətliyi də tanıtdı. Demək, bunlar fikirləşib ki, bunu ancaq içindən parçalamasan heç yüzü çatmaz. Piotrun vəsiyyətidir. Biraz oradan buradan danışacağım. Piotr deyir ki, heç bir vaxt Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə yol vermək olmaz. Ona görə ki, bu millət qaynar qanlıdır. Əgər bunlar birləşsə, dünya qal eləyər. Burada bəlkə də Piotrun səhvi var, ona görə ki, Azərbaycan, müsəlmanlar ədalətli olur. Laf belə sərkərdə olsun, hökmran olsun. Heç bir vaxtı o müsəlman qanı, yəni ki, Cənab Əlinin qanı, ədaləti qoymur, ədalətdən sonra. Sağ ol, xalqımızı alqışlayıram. Ömrü Azərbaycanını alqışlayıram. Hamısı istəyir kimliyindən asılı olmayan can atırdı Qarabağ azad olsun. Amma Qarabağ elə azad oldu ki, dünya səs saldı. Bütün dünya istəyir ki, Qarabağı görək. Həqiqətən görülməyə də layiqdir. Nə? Qarabağda bitkisinin, meyvəsinin, ətinin dadı heç bir yerdə yoxdur. Ona görə Günəş Qarabağa şaquludur. Sağ olun. Çox təşəkkür edirəm sizə, dəyərli İmamverdi müəllim, gözəl sözlərinizi bizimlə bölüşdüyünüzə görə. Tədbirimizdə şairlər, yazarlar, bərabər təhsil işçiləri də iştirak edir. Veteran qızı olan təhsil işçisi Nagilə xanım Dostməmədovaya söz verilir. Buyurun. Çox sağ olun, minnətdaram, təşəkkürümü bildirirəm. Həqiqətən biz çox gözəl bir kitab təqdimatına yığılmışıq. İlk növbədə şəhid anasının qarşısında baş əyirəm. Qazilərə can sağlığı verirəm. O qazi qardaşım, orada əyləşən qazi qardaşım o qədər dəyərli, gözəl. Tarixə müraciət edib çıxış elədi ki, hər birinizin qarşısında baş əyirəm. Allah sizə can sağlığı versin. Yaxşı ki varsınız. Şəhid anası sizin qarşınızda baş əyirəm. Yaxşı ki, sizin balalarınız, evlatlarınız bizi bax bu azadlığa, bu müstəqilliyə, bu gözəlliyə, bu firavanlığa çıxartdılar. Allah onların yerlərini cənnətli eləsin, məkanlar cənnət olsun. Onlar bizim əbədi qəlbimizdə yaşayacaq. Əbədi. Şəqiqə xanım, siz elə bir kitaba müraciət eləmişsiniz ki, bağçaya müraciət eləsək, bağça uşaqları da İlham Əliyev haqqında danışar. Qocaman ağsaqqalar müraciət eləsək, qocaman ağsaqqallarımız da təsəvvür eləyin ki, İlham Əliyevin keçdiyi həyat yolundan danışar.
Çünki İlham Əliyev bizə o qədər gözəl bir həyatı şəhidlərlə bəxş elədi ki, orada bir kimsə bizə elə bir ki, müraciət elədi, dedi ki, həqiqətən biz dövlətli, barlı, bəhrəli xalqıq, bəxtəvər xalqıq. Bəxtəvər xalqıq ki, bizim ulu öndərimiz Heydər Əliyev kimi bizim dahimiz olubdur. Onun həyatından, yaradıcılığından, saatlarla, günlərlə, aylarla danışsaq bitməz. Onun yetirdiyi evlat necə olmalıdır? Onun yetirdiyi evlat Nazlı xanımın şeiri gözəl dedi, yadımda qala bilmədim. Təsəvvür eləyin ki, İlham Əliyev bütün dünyaya səs saldı. Bütün dünya jurnalistləri qarşısında inanın ki, səmimiyyətimə inanın ki, mənim o xarici jurnalistlərlə cavab verəndə oturub mən bax, gözümdən damla-damla sevincimdən ağlayırdım. Sevincimdən ağlayırdım ki, Allahım, sənə qurban olum. Belə bir dahi yetişdirib bizə vermişsən, nə gözəl, nə sərbəst, nə səlis, nə qımzanmadan, üzr istəyirəm fikrimə görə, nə narahat olmadan, elə formada jurnalistin cavabını verirdi ki, deyirdim Allahım, sən buna dəymə. Hələ mən bir Azərbaycan qadını kimi, görün milyonlarla Azərbaycan qadını, milyonlarla Azərbaycan kişilərimiz, evlatlarımız, oğullarımız, qızlarımız, bütün Azərbaycan xalqı İlham Əliyevin çıxışlarını nə cür izlədi? Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi bizim liderimiz var. İlham Əliyev kimi bizim jurnalistimiz var. Onlar jurnalist də demək olar. Ona prezident də demək olar. Ona müəllim də demək olar. Ona sənətkar da demək olar. Ona Azərbaycanda hansı sözü, dəyərli söz varsa, yəni vəzifə baxımından, bəli, elmlər namizəd demək olar, alim demək olar, filosof demək olar, nə cür deyərlər, hamısından demək olar ki, o alim kimi alimlik elədi, pedagog kimi pedagogluq elədi, jurnalist kimi jurnalistlik elədi, necə deyərlər, diplomat kimi diplomatlığını bildirdi, hərbi dilində danışdı, əskər dilində danışdı. Hansı dildə danışmadı ki bu? İngilis dilində elə formada elə ingilislərə cavab verirdi ki, deyirdin ki, ay Allah, bu diksiyası elə formada idi ki, bilənmirdin ki, bu İngilis dilində danışır, yoxsa Azərbaycan dilindən danışır. Şərqə xanım, sizə mən minnətdaram. Təşəkkürüm bildirirəm bu mövzuya, bu kitaba müraciət elədiyinizə görə. Həqiqətən də bu müraciət olması bir mövzulardır. Müraciətdə yazılası mövzulardır. Çünki biz illərlə, 30 illərlə gözlədiyimiz günü gəlib çatmışıq və bizim rəhbərimiz güclü olmasaydı, şəhidlərimiz güclü ola bilməzdi. Bax, bu yumruğu ki göstərdi o, dəmir yumruğu, şəhidlər o yumruğun arxasında getdi. Yalan deyirəmsə, deyin yalan deyir. Şəhidlər yaşadı, şəhidlər canlı qurban vermək istədi Azərbaycan xalqına ki, bizim belə liderimiz var. O lider, təsəvvür elə belə lider deyil. Bu günlərim Şərqə xanımın müraciət elədiyi bu lider Azərbaycan xalqını dünyada tanıtdı. Dünyada bütün Azərbaycanlılar alnı açıq, üzü ağ yaşadılar, ləkəsiz, qaralamasız, sözsüz, vəssiz və biz bir sinif kimi erməniləri məğlub elədik, şikəst elədik. Bu liderimizə biz sabah ad günüdür, onu qəlbən təbrik edirik, ona can sağlığı arzuluyuruq. Ona xeyirli ömür arzuluyuruq ki, hələ bir 90 il, 100 il Azərbaycan xalqına rəhbərlik eləsin. O bizim elə ki, ictimai siyasi birlik üzvlərimiz var, qadınlarımız var. Deyir, biz səndən başqa, cənab prezident, biz sizdən başqa prezident tanımırıq. Həqiqətən də tanımırıq. Bu kişi bizə 90 il, 100 il yaşasın ki, Azərbaycan xalqına rəhbərlik eləsin. Azərbaycan xalqı onu sevir, Azərbaycan xalqı onu dəstəkləyir, Azərbaycan xalqı həmişə İlham Əliyevləndir. Şərqə xanım, sizə minnətdarım, təşəkkür edirəm. Belə gözəl kitabı ərsəyə gətirmişsiniz, kitablarınızın sayı çox olsun, Pərvanə xanıma da arzu edirəm, kitabların sayı çox olsun və yazın, yaradın.
2020-ci ildə sentyabrın 26-sından 27-sinə keçən gecə 44 gündə biz torpaqlarımızı aldıq. Yaşa! İlham Əliyev! Yaşa İlham Əliyev! Allah atanıza rəhmət eləsin, İlham Əliyevə can sağlığı versin, Şərqə xanımın əlləri var olsun, uğurları bol olsun və növbəti kitabların təqdimatına bax, beləcə sizlə bərabər yığışarım. Hər birinizi öpürəm, bağrıma basıram. Nə yaxşı ki varsınız ki, bax, yığılmışıq bura, bu liderin azca da olsa, nədir, əməyini qiymətləndirə bilirik. Azca da olsa, var olun, sağ olun, biz qiymətləndirək. Yəni bu əmək saymaqla qutarmaq olmaz, amma biz istədiyimiz səviyyədə dəyərləndirə bilirik. Artıq dünya coğrafiyasının ən güclü yerində də prezidentimizi tanıyır. Bəli, yaşasın İlham Əliyev. Ad gününü təbrik edirəm. Sağ olun, var olun. Sizə, Nagilə xanım. Və yeri təsvir işçimiz bu bizimlədir. İradə xanıma söz vermək istərdim. Buyurun İradə xanım. Salam, Bayram müəllim, çox sağ olun. Yəni belə insanlarla görüşdürdünüz. Bütün şəhid analarının Allah səbir versin hamısına. Buradakı qazilərimizin timsalında bütün qazilərimizə Allah ömrü versin, sağlam ömrü versin. Sabahki ad günündə, prezidentimizin ad gününü təbrik edirəm. Allah uzun ömürlü eləsin, sağlam yaşasın. Şərqiyə xanım, sizi burada tanıdım, Bayram müəllimin timsalında. Allah qələminiz həmişə yazarlı olsun. Gözəl xanım, təbrik edirəm. Çox sağ olun, dəyərli ziyalılarımız. Gözəl sözlərinizə görə, təbriklərinizə görə və çıxış etmək istəyən varsa buyura bilər. Salam, bütün qələməklərini, başda bayramlarım siz olmaqla, Şərqiyə xanım, siz olmaqla, qələminiz olsun. Həmişə gözəl-gözəl şeirlər, gözəl-gözəl təqdimatlar eləyəsiniz. Bizi də həmişə yığasınız bir yerə. Bayram müəllim, sizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, siz mənim belə gözəl insanlarla, belə gözəl kollektivlə məni bir araya gətirib tanış edədiniz. Hamımıza uğurlar arzulayıram. Sağ olun. Sözü kəsənli olsun inşallah. Çox sağ olun. İndi isə sözü iki kitab müəllifi olan yazıcı şairə xanım Asudə Tirmuqızıya söz vermək istərdim. Buyurun. Təşəkkür edirəm, çox sağ olun, hər birini salamlayıram. Dəyərli xanım, gözəl yazar Şərqiyə xanımın, bugün Ulu Öndərin layiqli davamçısı olan İlham Əliyevi, dəyərli prezidentimizin haqqında yazdığı Xalqıma Zəfər Yaşadan prezidentim kitabının təqdimat mərasimidir və bu təqdimat mərasimi əslində mənim üçün başqa kitablardan bir fərqi özəlliyi odur ki, bu bizim Ali Baş Komandanımız, bizim vətənimizin qələbəsində böyük rol oynayan İlham Əliyev haqqında yazılıb. Bu özü bir böyük tarixi sərnamədir, mənə elə gəlir və bütün xalqımız da əlbəttə ki, bu kitabdan gənclərimiz, gələcəyimiz yararlanacaqdır. Və bu mövzuda mən sabah da bizim cənab prezidentimizin doğum günüdür. Mən ona uzun ömür, can sağlığı, Azərbaycanın müstəqilliyi uğrunda daima ona uğurlar arzu edirəm. Və arzu edirəm ki, daim bu işıqda biz yazarlar da əlimizdən gələni, biz də öz silahımızla əlimizdən gələni edək, yazaq, yaradaq. Və bugün şəhid anasının qarşısında baş əyirəm. Allah var eləsin, Allah şəhidlərimizin ruhunu şad eləsin. Qazi qardaşlarımıza, qazi oğullarımıza, veteranlarımıza can sağlığı arzu edirəm. Allah onlardan razı olsun. Hər iki cahanda onlar şərəfli bir ad sahibidirlər və hər birində uğurlar və can sağlığı arzu edirəm. Təşəkkür ederim. Yəni hamımızı təbrik edirəm bütün dəvətli Şərqiyə xanım, dəvətin qəbul edib gəldiyinizə görə mən də bu Şərqiyə xanımla bir yerdə işləyirik. Yəni həmkarıq Şərqiyə xanımla. Sadəcə olaraq biraz başqa yerdə işim olduğuna görə həmişə tez biraz gecişdim, üzrlü hesab elə. Yenə də Şərqiyə xanım, sizə mən yaradıcılığına çoxdan bələdəm. Yəni sizə yenə bu yaradıcılıqda uzun ömür, can sağlığı arzulayıram. Həmişə səsiniz yüksəklərdən gəlsin, inşallah gələsidir də.
Bizim prezidentimizi də yəni, təbrik edirəm ad günü münasibəti ilə. Həqiqətən bu təqdirə layiq bir hərəkətdir. Sizdə hər il bunu qeyd edirsiniz. Siz bütün Heydər Əliyevin də bizim ulu öndərimizin də gəlişini, ad günlərini, həmişə kitab təqdimatını çəkilirsiniz. İlham Əliyevin də. Allah sizə, prezidentimizə də can sağlığı versin. Sizə də bu yaradıcılıqda uzun, yəni axırıncı olmasın, axarıncı olsun. Amin. Teşekkür ederim. Son olarak ben yaratıcılığa yol vereceğim. Buna göre bizim kreatifçilerimiz Bu tədbirə görə yenə də minnətdaram. Hamı yekunlaşmaq üzrə. Şərqi Xəbzin ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. O yaddan çıxmışdı. Can sağlar. Nəvəmizin də Allah canı sağ eləsin. Və xalqımıza 2026-cı il şəhər salma və memarlıq ilində uğurlar arzulayıram. Allah Cənab Ali Başkomandanımıza can sağlığı versin və Cənab Ali Başkomandanımıza xahiş edirəm ayaq üstə bir alqışlayın. Rəhbəri Şəhid xanım Seydovanın rəhbərini təbrik edirəm. Uğurları, teşekkür ederim.